Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində sabahı olan hava haqqında məlumatı diqqətinizə çatdıraraq qeyd eləyək ki, 11 iyun tarixidir və iyun ayının 12-sinə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-23 dərəcə, gündüz isə 27-32 dərəcə isti olacağı proqnozlaşdırılır. Azərbaycanın əksər rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısa müddətli leysan yağacağı və dolu düşəcəyi ehtimalı da var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz isə 31-36 dərəcə isti olacaq. Dağlarda isə gecə 8-13 dərəcə isti, gündüz isə 23 və 25 dərəcə isti olacağı proqnozlaşdırılır.